institutda oxuyuram, gedəcəm öz sahəmdə işləyəcəm. Bir dənə bir ağatda oğlan gələcək. Ay iş gəlir töküləcək başdan başa. Tək elə olsun. Yaxud ki, ailə qururlar. Şükür Allaha, valideynlər kömək eləyir. Gənc ailənin elə çox problemi olmur. Qırqızıldır, pal-paltardır, oğlan evi almış olur. Qız evidir, borc xarc, cercehizdən alıb vermiş olur. Yəni, bir müddətində gənc ailənin heç bir problemi olmur. Və biz arzulamırıq da problem olar. Allah eləməsin, Allah eləməsin. Allah hamının işin yağ üstündə, gözəl aparsın. Amma məsələn, elə kateqoriya yetişmiş gənclər var ki, onlar bəli, bugünkü gündə tutaq cehiz də var, paltar da var, pul da var. Amma biraz irəliyə baxa bilirlər. O çox az sayda olur, çox az sayda. Amma biraz yetkinləşmiş insan, tutaq ki, ailə qurub, 30 plusdur, soyuq başla dərk eləyə bilir ki, bizim ailəyə gələn gəlir budur, başqa bir yerdən gəlir gələsi deyil. Dünyada vəziyyət günü-gündən dəyişir, yaxşılığa yox, əks tərəfə. Lap 15 yaşdan da işləyər, 16-dan da işləyər. Əgər liderlik varsa onun canında, kreativdirsə, yoxdur hələ. Məsələn, gənc ailə də olursa, əgər problemi yoxdursa, tək ki, həmişə problemsiz olsunlar gənclərimiz, cavanlarımız. Liderlik onlarda yetişməyibsə, onlar önə baxmağa hələ hazır deyirlər. 30 plus daha gözəldir. Niyə? Həmişə deyirəm.